Ayna üzərinə rəsm çəkirəm 8-ci gün. Bu dəfəki sifarişimiz Zaqatalanın ən tanınmış apteklərindən biri olan Ekonom aptek üçün idi. Burada gördüyünüz hər iki ayna üzərinə rəsm çəkmək lazım idi və mən də müştərinin sifarişinə uyğun şəkildə öncəliklə markerlə eskizlərini çəkərək, ardınca isə boyamağa başladım. Əslində buradakı sifarişi 3 gün öncədən bitirmişəm. Sadəcə çatıra bilmədiyim üçün indi paylaşıram sizlərlə. Sizin fikirləriniz də mənim üçün maraqlı olduğuna görə sizinlə paylaşmaq çox xoşdur mənim üçün də. Bu dəfə müştərinin seçdiyi rəsm çox sadə idi. Ona görə də bir gün içərisində fasilələ işləyərək bitirdim və bu dəfə təəssüf ki, tək işləməli oldum. Yoldaşım işdə olduğu üçün mənə kömək edə bilmədi. Olsun, onsuz da indiyə qədər olan bütün rəsmlərdə kömək edib. Bu dəfə də mən tək rəsmləri bitirim dedim. Birinci aynanı bitirdikdən sonra keçdim ikinci aynaya. 3 dənə aynaya 3 fərqli qar adamı çəkmək lazım idi. Bir aynada isə mən də özümdən şam ağacını çəkdim. Dedim ki, şam ağacı olmadan yeni il olmaz əlbəttə. Beləcə birinci hissəni bitirdim və keçdim digər qapıdakı aynaları bəzəməyə. Burada isə sadəcə 2 dənə ayna var idi. Digər aynalar çox küncdə olduqlarına görə həmin hissəyə sadəcə sonda qar dənəcikləri çəkə bildim. Bu dəfəki sifariş nəsə məni o qədər də çox yormadı. Həm aynaların həcmi kiçik olduğu üçün, həm də rəsmlər sadə olduğuna görə və aynaların sayı da az olduğuna görə təbii ki, daha sürətli şəkildə işimi görə bilirdim. Bütün aynalardakı rəsmləri çəkib bitirdikdən sonra ənənəyə sadiq qalaraq hər bir aynaya qar dənəcikləri də çəkdim. Hazırsınızsa son halını göstərirəm. Bu aynaların iç tərəfdən olan görüntüsüdür. Məkan müsait olduğuna görə bu dəfə iç tərəfdən əngləyə bildim. Bu isə digər ayna üzərində olan rəsmimiz. Çöl tərəfdən görüntüsü isə belə idi. Mən şəxsən çox bəyəndim. Təbii ki, sizin də fikirlərinizi gözləyirəm. Növbəti və daha maraqlı vloqda görüşənədək.